qısa müddətli olması dünyanın, dəyərinin az olması haqqında düşünmək lazımdır. Sadəcə zamanı qabaqlayıb baxa bilsə hər şey həll olunur. Bu qədər nəsihətə ehtiyac yoxdur. Bizim kimlərin işi reallıqları xəbər verməkdir. Bilirsiniz, hərdən elə bilirlər ki, biz məsələn nəsə nəsihət edirik, məsələn burada da indi bizim yandığımız yer bunu tələb edir. Bunu nəsihət kimi yox, reallığın təsdiqi kimi qəbul edin. Bağışına da səs göndərirəm. Bir həyəcan da ümumiyyətlə məndə həmişə var. Siz mənə hər yazanda, ya sizdən zəng gələndə, ya mesaj gələndə mən onsuz da həyəcanlanıram. Çünki adi gəlmir də ki, hacı yazılır, əl-ayağım əsir. Ona görə sizin WhatsApp-ınızın zəngi də məndə fərqlidir. Sizin mənə zəng etməyiniz də, bütün zənglər fərqlidir ki, dərhalını cavab verə bilim. Qəribə bir şeydir ki, neçə nəfər adam bu mənə deyib ki, gündə 100 dəfə də yazsın, elə bil ki, ilk dəfə yazsın. Bilmirəm, nə bilim. Və buna görə də Allaha xüsusi şükür edirəm ki, yəni siz mənim üçün adiləşməmişsiniz də, bu böyük bir neymətdir. Yəni, zarafat bilirsiniz, çox yaxında buraxırsınız özünüzə. Düzdür, bir hədd var ki, siz onsuz da o həddi keçmirsiniz, pərdəni aradan qaldırmırsınız. Amma hər halda o, necə deyim, fikrimi bilmək, ifadə edə biləcəm yoxsa yox. Mən adiləşməmişsiniz. Həmişə Allaha dua eləmişəm ki, siz nə qədər mənim özünüzə yaxın buraxsanız da, siz mənim üçün adiləşməyəsiniz. Belə bir şey olsa, ondan bir gün qabaq Allah məni öldürsün. Adiləşməmək mənim üçün mühüm bir şeydir. Sizin mənim üçün adiləşməməyiniz.